matematika suallarından 62-ci suala. Python dilində yazılmış proqram natural n ədədi üçün nəyi təyin edir? Aha, n ədədi verilib, deməli while dövrü gedir. While dövrünün daxilində belə bir yazılış var. N-in 2-yə bölünməsindən alınan qalıq bərabərdirsə 0-a, o zaman while dövrünü təkrarlayacaq. Biz də bax bu şərti ödəməyimiz üçün, while dövrünü, yəni belə deyək, icra edə bilməyimiz üçün bura cüt ədəd verməliyik ki, bu dövrü gedə bilər. Çünki hansı ədədlərin 2-yə bölünməsindən alınan qalıq 0-dır? Təbii ki, cüt ədədlərin. Onun üçün biz burada cüt ədəd yazmalıyıq. Misal üçün, bax, gəlin yazaq 6. İndi sual olunur. 6-nın 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Buna deyirik, hə. O zaman n bizdə neçə olacaq? 6-nın 2-yə bölünməsindən alınan tam hissə, yəni 3. İndi deyirəm, 3-ün 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Deyir, yox. Burada artıq dövrdən çıxırıq. Gəlirik bura, 3 bərabərdir 1-ə, deyirəm, yox. Nəticədə xeyir çap olunur. İndi gəlin görək, baxın, cüt ədəd daxil elədik, alınmadı. Gəlin başqa bir cüt ədəd daxil edək. Misal üçün 8 verək. İndi deyirəm ki, 8-in 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Deyir, hə. Deyir, o zaman n olsun 8-in 2-yə bölünməsindən alınan tam hissə, yəni 4. 4-ün 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Deyirik, hə. Deyir, o zaman n-in, yəni 4-ün 2-yə bölünməsindən alınan tam hissə olsun 2. 2-nin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Deyirik, hə. O zaman 2-nin 2-yə bölünməsindən alınan tam hissə olsun 1, yəni n olsun 1. 1-in 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Buna deyirik, yox. Və n olur burada 1. 1 bərabərdirmi 1-ə? Bu zaman deyirik, hə. Nəticədə olur, bəli. Demək ki, bu cüt ədəd olmalıdır öz yerində. Amma eyni zamanda 2-nin qüvvəti olmalıdır ki, biz burada bəlini çap eləyək. Demək ki, proqram nə iş görür? 2-nin qüvvəti olan ədədləri müəyyənləşdirir. Cavab olacaq buna əsasən D variantı.